Salam uşaqlar. Bu günləri mən sizə bu trigonometrik tənliyin tapılmış köklərinin araşdırılması məsələsi haqqında danışmaq istəyirəm. Baxıram uşaqların çoxu müəyyən burada çətinlik çəkirlər. Məsələn, bunu deyirəm, misallar üzərində izah edeyim. Götürdüyüm misallar Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi test 2-ci hissədən və yəni onun kitablarındandır. Burada məsələn tangents x vursun tangents 2x bərabərdir 0 tənliyinin həlli zamanı kökləri araşdıraq. Birinci növbədə bu tənliyin biz kökünün olması üçün bilirik ki, burada 2 vuruğun hasili var. Hasilin 0-a bərabər olması üçün riyaziyyatdan bilirsiniz. Köklərdən heç olmasa biri 0-a bərabər olmalıdır. Heç olmasa biri 0-a bərabər olmalıdır. Nə deməkdir? Yəni iki kökü buradan, yəni tangents x bərabər 0 və tangents 2x bərabər 0 tənliklərinin hər ikisindən alınan kökləri gərək biz birləşdirək. Ona görə birləşmə mötərizəlisinin köməyi ilə yazmışam bunu. Heç olmasa sözünün mənası, yəni ikisinin də 0-a bərabər olması, vuruqların hər ikisinin 0-a bərabər olması, ikisini də kök kimi götürmək lazımdır. Bir də tangents, kotangents və bəzi misallarda arktangents, daha doğrusu arksinus, arkosinus misallar iştirak etdikdə, kəsr iştirak etdikdə, cüt dərəcədən kök iştirak etdikdə, loqaritma iştirak etdikdə, kəsr üstü qüvvət iştirak etdikdə misalın mümkün qiymətlər çoxunun tapılmasına da fikir vermək lazımdır. Bilirsiniz ki, burada tangents x və tangents 2x ifadələri verildiyi üçün onların hər ikisi gərək mənalı olsun. Yoxsa misalın heç həllini etməyə dəyməz. Tangents x bərabər 0 tənliyin nə adı bilirsiniz? X bərabərdir pi bölsün 250 gəlsi qabilir. Yəni tangentsin aldığı qiymətlər 90 dərəcədən fərqli və 90-ın 180 dərəcə misillərindən fərqli ədədlərdir. Tangents 2x də həmən qayda ilə 2x də fərqli olmalıdır pi bölsün 250 qabilirdən. Bunu deməli böldükdə onda x də fərqli olmalıdır pi bölsün 4 üzərinə gəlsin qabilir bölsün 2-lər. Bunun yəni hər tərəfini 2-yə böldükdə biz bu 2x'i qiymətləndirmiş oluruq. Bu şərtlər daxilində, yəni həm bunların hər ikisi ödənməlidir, həm də mütləq şəkildə bunların birləşməsi mütləq bu da ödənməlidir. Ona görə bunların hamısının birlikdə kəsişməsini tapacaq. Birinci tənliklər birləşməsini əldə etdik. Tangents x bərabər 0 tənlikləri x bərabərdir kpidir, 2x bərabərdir, burada ikisindən həmin qayda ilə kpiyə, buradan x bərabər kpi dönsün ki. Bu kökləri dairə üzərində birləşdirək. Burada mən birləşdirmişəm, vaxt çox getməsin deyə. Məsələn, kaya 0 verdikdə, burada deməli, kaya 0 verdikdə, bunların əslində bu kpi bölünsün 2-ni kpi bölünsün 2-nin alt çoxluğudur. Bunların birləşməsi ilə kpi bölünsün 2 olduğunu mən görürəm. Amma deyək ki, lap noldan başlayaraq izah etsək, kaya 0 verdikdə 0 dərəcə içərisi qavramış dairə ilə göstərirəm. Yəni 0 dərəcə bizim tənliyi ödəyir. Kaya 1 verdikdə pi olur, ödəyir. 2 verdikdə 2 pi, 3 pi və s. Periodik təkrar elədiyindən buradan alınan köklər 0 və 180 dərəcə bir də onun periodlarını göstərir. İkinci tənliyin həllini isə kaya 0 verdikdə yenə 0, kaya 1 verdikdə 90, 2 verdikdə 180, 3 verdikdə 270, 4 verdikdə 360, 5 verdikdə 4 təkrarlanır. Yəni bizim köklər bu içərisi qaralanmış dairələrdir. 0, 90, 180, 270 şəklində bucaqlardır və bunların 360 dərəcə artırmış misillərdir. Amma biz gərək o saat cavabı götürək ki, 0 üzərinə gəlsin, pi bölsün 2 kpi, cavaba yazsaq kpi bölsün 2 olmaz. Yəni 90-90 addımla güya ki, 0-dan gedir, olmaz. Çünki bunları nəzərə almamışıq. İndi burada kaya 0 verikdə x 90 ola bilməz. Hər 180 dərəcədən biri, yəni 90 və 270 ola bilməz. Ona görə onun üstündən xət çəkdi, bunlar ola bilməzlər. Yəni sanki köklər minalanmış əraziyə düşür. Daha dəqiq desək, riyazi dildə desək, köklər, bu şəkildə köklər tənliyin təyin olunma oblastına, ruslar buna gözəl deyir, ODZ, oblast statusini znaçeni, yəni bizdə isə mümkün qiymətlər çoxluğundan daxil deyil. Və bir də bunları göstərsək, bu nə deməkdir? 45 dərəcə üzərinə gəlsin 90 dərəcə misillər, yəni silsilə fərqi 90 olan və birinci həddə 45 olan, həm müsbət 90, mənfi 90 olan ədədlər. Bunu göstərsək 45 burada, 45 üzərinə 90 edir, 135, 225, 315 və s. Bunlar da ola bilməzlər. İndi biz yeni mənzərəyə baxsaq, bununla biz trigonometri köklərini araşdırırıq. Yeni mənzərəyə baxsaq, bizim cavablar 0 və 180 dərəcə şəklində olan köklər olar. 0 və 180 dərəcə şəklində olan köklər isə
0 üzerine gelsin 180 adım. Yani x beraber KP şeklinde köklerdir. Bununla da biz bu tane köklerini araştırdık. Daha ikinci başka bir misala bakalım. İkinci misalda bu test banktan yani ikinci hisseden götürmüş misal edin. Misal nömrəsi yadımdan çıxır. Ya 5-cidir ya 10-cu belə bu arada olan bir misal. Belə bir misala baxaq. 1 minus tangens x vurulsun kosinus x beraberdir 0 tənliyini əldə etmək lazım. Yine de həmin şey burada 2 vurğun hasıl olduğunda bunun köklərinin olması için 1 minus tangens x beraberdir 0 olsa buradan tapılan kökler de bizim misalın həlli olar. Kosinus x beraber 0 tənliyini həll edəndə də buradan tapılan kökler bizim həlli olur. Bunlardan hiç olmasa biri ödənsə bizim tənliyimiz ödənlər. Heç olmasa sözü birleşme demek. Neye göre? Çünkü A ve B çokluğunun birleşmesi neye değil? A ve B çokluğundan hiç olmasa birine dahil olan elementlerden düzenlenmiş çokluğa A ve B çokluğu kesişmesi değil. Onun gibi de hiç olmasa sözü dedikdə birinci bu birleşme demektir. Bir de burada bizim misalda tangens olduğundan gerek tangens x'in mənası olsun. Bunun için bilirsiniz ki belki misalda kimi x gerek farklı olsun 90 derece yani pi bölünsün 2 üzerine gelsin KP'den farklı olmuş olsun. Ve bunların her üçü aynı zamanda da hem x bundan farklı olmadan da bunlar ödemelidir. Birinci misalı həll etdikdə tangens x beraberdir bir tənliyinin əldə bir başa yazıram. X beraberdir pi bölünsün 4 üzerine gelsin KP'dir. İkinci tane həll etdikdə x beraberdir cos x beraber 0 tənliyinin həlli ise bilirsiniz ki pi bölünsün 2 üzerine gelsin KP'dir. Biz bu kökleri birleştirip bu köklerin içerisinde bunu çıkarak vahid dairede. Buradan yine aydınca görünür ki x pi bölünsün 2 üzerinde KP'den farklıdır. X de bunu alabilmez. Yani cevap budur. Ama bir daha da vahid daireden araştırılmasına bakalım. Pi bölünsün 4 üzerine gelsin KP, pi bölünsün 4 buradır. 45'te üzerine gelsin KP yani her 180 derecede mi? 180 derece buna diametral eks bucaktır. Burası 3 pi bölünsün, daha doğrusu istiyorum. 5 pi bölünsün 4'tür. Çünkü pi bölünsün 4 üzerine pi gelende 4'te 4 pi ya da 5 pi bölünsün 4. Bizim kökler bunlardır. Bir de 90 derece ve bunlardır. Bunlar da bizim köylerdir. İçerisini qara etmir. Çünkü 90'dan farklı olan yani 4 cür kökümüz var idi bunlar ama bu olmadı. Ona göre yekün cevap ne olacaktır? Cevap deməli x beraberdir pi bölünsün 4 üzerine gelsin k pi kurtardı k daxildir z. Deməli nə edik biz? Pi bölünsün təyin olma oblasından daxil olmayan ədədləri təyin içərisində çıxartdı. Bəzən çoxlu misallar həll etdikdən sonra şahidlər bu formaya düşür ki deyirlər burada tangens sinüs bölünsün kosinüsdür. Kəsirin məxrəci 0 ola bilməz. Ona görə hasının 0'a beraber olması şartına kosinüs beraber 0 götürmürük. Sadece olarak 1 minus tangens x beraber 0 tənliyini həll edirik. Buradan da x beraber pi bölünsün 4 üzerine gelsin KP kimi gözəl bir həll də var. Əlbəttə daha gözəl həllərdən biridir. Mən ümumiyyətcə köylərin araşdırılması prosesini tədqiq etmək üçün belə deməli aydın şəkildə yazmağa çalışırıq. Başka bir misala baxaq. Məsələn belə bir misal. Üçüncü misal. Sinus 3x, sinus 8x vurulsun sinus 16x beraber 0 tənliyin əllidir. Yine de hasının 0'a beraber olması şartıdır. Hasının 0'a beraber olması vuruklarda hiç olmasa biri 0 olmalıdır. Yani sinus 8x beraber 0 ve sinus 16x beraber 0 tənlilərin kəndiliyip hepsini kökünü götürəcəyik. Yani bunları birleştirəcəyik. Bunların həlli prosesinde biz bilirik ki sinus x beraber 0 tənliyinin həlli necədir? 0'ı KP'de alır deməli KP'ye. Buradan da x beraberdir KP bölünsün. Bu K'da K bölünsün 8. K daxildir, K təmədətlər çoxuna daxil olmaq şartıyla. Burada ise analoji qayda ilə həm proseslər təkrar olur. 16x beraber falan. Buradan da x beraberdir K pi bölünsün 16 K daxildir Z olmaq şartıyla. Bunu vahid dairədə birləşdirsək, vahid dairəsiz də indi deyəcəyim. K pi bölünsün 8 nədir? Yani pi bölünsün 8'in mesela k 0,0'dan başlayıp pi bölünsün 8 45'in yarısıdır. Yani bunun yarısının yarısı. Buradaki ədədlər. Buradaki ədədlərin bu tərəfə simmetriyası bunlar. Bir de bizim köklərdir. Bir de bunların diametral əks nöqtələri bunlar.
bunlar. Yəni çevrə daxilində çəkilir, sanki 16 bucağının kökləridir. Bu da bunların diametrali, yəni yarısının yarısı. Bəli, bunlar elə bir ki, çevrə daxilində çəkilmişdir. Mən bu şəkildə göstərdim. Deməli, KP bölünsün 8 bunlardır. KP bölünsün 16 isə bu nöqtələrdən başqa, burada neçə dənə? 4 və s. KP bölünsün 4-də olacaqdır. Bəli, bunlar da olacaqdır. Bunun daha arasındakı nöqtələr vasitəsilə bunları deməli 2 qat artırırım sanki. Təbii ki, bu çoxluğun alt çoxluğudur. Yəni, bax, buna x1 deyək, buna x2 deyək. x1 çoxluğu, x1 elementlərindən ibarət olan çoxluq alt çoxluğudur. x2 elementlərindən alt çoxluğu biraz səhv yazdıq. x2 elementlərindən ibarət olan çoxluq. Biz də bilirik ki, A və B çoxluqları, A çoxluğu, B çoxluğu, A çoxluğu birləşməsi B çoxluğu. Ona görə burada cavab, təbii ki, biz cavab x bərabərdir, KP bölünsün 16-nı götürməliyik ki, K daxildə Z. Bu cavabın nöqtələrini göstərdikdə bu cavabı, yəni bu şərti ödəyən trigonometriyalik kökləri KP bölünsün 8-i də avtomatik ödəyir. Bəzi müəllimlər belə gözəl izah edib, pi bölünsün 8 addımla nöqtələrdən sıfırdan başlayaraq keçdikdə, onda bu aradakı nöqtələr qalar. Əgər KP bölünsün 16-nı keçsək, yəni pi bölünsün 16 addımla davam etsək, elə KP bölünsün 8-i də almış olaraq. Bununla da biz daha bir misala baxdıq ki, bu trigonometriyalik kökləri nə oldu burada? Birləşdi. Bir o birisinin açıqlığı olmaq şərti ilə birləşdi. Daha başqa bir misala baxaq. Yenə bu da miqdərli imtahanlandı. Yəni, fərqi yoxdur haradan götürülməsini. 4-cü sual belədir ki, sinus mötərizədə pi vurulsun kosinus x bərabərdir 0. Burada bilirsiniz ki, bunun argumenti burada vurma işarəsi deyil, burada vurma işarəsidir. Bu tənlik necə eləcək? Adi trigonometri tənlikdir, sadə trigonometri tənlik. Biz birinci sinus x bərabər 0 tənlik, x-in yerində pi vurulsun kosinus x ifadəsi durur. Bayaq dedik, sinus x bərabər 0 tənliklərlə k pi. Bərabərin hər tərəfinə piləri ixtisar etsək, kosinus x bərabərdir. K şəklində yeni bir tənlik alır. Burada da k daxildir z. Deməli, k daxildir z nə deməkdir? K 0, pi minus 1, pi minus 2, pi minus 3 və s. ki, sonsuz şəkildə qiymətlər alır. Amma bizdə kosinus x bərabər 0 tənliklərinin olması üçün k yalnız 0 ala bilər, yəni kosinus x bərabər 0 olsa ödənilə bilər. K 1 olsa, kosinus x bərabərdir 1 olsa ödənilə bilər və k mənfi 1 olsa, kosinus x bərabərdir mənfi 1 tənliklərini həll etmək olar. Amma k 2 olsa, bilirsiniz ki, kosinus x bərabərdir 2 ola bilməz, çünki kosinus x məhdud funksiyadır, mənfi 1 parçasında dəyişir. İndi biz burada alınmış köklərin həm buradan cavablar, həm buradan alınmış cavabları gərək birləşdirək. Nədən birləşdirək? Çünki kosinus x bərabərdir 0-da olsa bu tənlik ödəyiləcək, 1-də olsa bu tənlik ödəyiləcək, mənfi 1-də olsa bu tənlik ödəyiləcək. Kosinus x bərabər 0 tənliyin həlli, bilirsiniz ki, x bərabərdir, pi bölünsün 2 üzərinə gəlsin, k pidir. Kosinus x bərabərdir, yəni birinci silsilə tənliklərimiz buna x1 deyək, budur. İkinci silsilə tənliklərimiz kosinus x bərabərdir, bir tənliyin həlli, kosinus 1-i 0-a alır, yəni 2k pidir. Bunun da həlləri bunlardır. Bir də kosinus x mənfi bir tənliyin həlli isə x3 üçüncü silsilə tənliklərdir, belə demək olarsa, pi üzərinə gəlinsin 2k pidə alır. İndi təbii ki, bu misalın cavabında bu da var və başqa bir cavab var. Bunların üçünü birləşdirdikdə, vahid dairədə bunların üçünü birləşdirirəm. Tamamilə yeni bir cavab alınır və yaxud da bunlardan biri alacaq. Baxaq, pi bölünsün ki, üzərinə gəlsin k pi, pi bölünsün ki, buradır. Üzərinə k pi gələndə, yəni pi qədər, yəni diametrələr və bu birinci silsilə köklər x1, bu və bu ədədlərdir. 90 və 180, 270. 2k pi, k-ya 0 verəndə budur və 2 pi 2 toplamı budur. Pi üstə gəlsin 2k pi isə, pi budur, k-ya 0 verəndə, o birisi də budur. Deməli, yeni alınmış köklər 0-dan başlayaraq 90, 90, 0, 90, 180, 270, 160, 90 addımla 0 nöqtəsindən başlayıb 90 addımla gedən köklərdir. Ona görə yekun kök bərabərdir. 0 üzərinə gəlsin, 90 vursun k. O da sadə şəkildə belə yazılır, k pi bölünsün ki, x daxildir z-ə bu şəkildə. Deməli, testin cavabını orada mən cavabları yazmağa biraz vaxt olmadı.
Hem bu var, hem bu var, hem bu var, hem de bu var. Tabii ki cevap kapı bölünsün 2'ni götüreceksen. Cevap kapı bölünsün 2. Deməli, trigonometri təhlilləri, köklərini araştıran zaman bunların birləşməsinə ehtiyac oldu. Sonra başqa bir misal tipinə baxaq. Məsələn, belə bir gözəl misalı. Bunların bəziləri bir-birindən təkrarlı əmələ gətirə bilər. Məsələn, belədir. Sinus 5x çıxsın 2 kosinus 2x bərabərdir 3 tənliyini həll edir. Bu cür tənliklər, bu da test baytdan götürülmüş misaldır. Bu tənlikləri hər hansı bir trigonometrik çevirmələr, müəyyən sadələşmələr aparmaqla sadə trigonometrik gətirərək əldə etmək ya etmək çox çətindir və yaxud da mümkün deyil. Şəxsən mən onun gətirməsi bilməm. Amma burada mühakimə yolu ilə həll olunur. Trigonometrik funksiyaların məhdudluğunda istifadə edərək həll edirlər. Bunun 3 olması üçün sinus 5x'in ən yüksək qiyməti gərək bu 1 olar öz qiymət. Bu isə özünün mənfi 2-yə bərabər olan ən kiçik qiymətini almış olar. Yəni sinus 5x bərabər olar 1-ə və kosinus 2x var, o da bərabər olar mənfi 1-ə. İkisi də eyni zamanda ödənməlidir. Bu 1 olsun, bu mənfi 1 olmasın, onda bu cavab 3-ə bərabər ola bilməz. Ona görə burada nə etmək lazımdır? Tənliyin köklərini birləşdirmək lazımdır. Niyə? Çünki A və B çoxlarından hər ikisinə eyni zamanda daxil olan ədədlərdən ibarət olan çoxlar, bu çoxların kəsişməsi deyil. Ona görə təbii ki, burada bunları kəşdirəcəyik. Birinci məhəllə isə mən biraz sürətlə yazacağım. Məqsədim çünki trigonometri tənliklərin həllini izah etmək deyil, onların köklərinin araşdırılmasını izah etməkdir. Sinus x bərabərdir bir tənliyinin həlli uşaqlar sinus x 1 pi bölsün 4, pi bölsün 2 üzərinə gəlsin 2 kapida alır. Hər tərəfi 5'ə bölsək, x bərabərdir pi bölsün 10 üzərinə gəlinsin 2 kapı bölsün 5, 2 kapı bölünsün 5. Bunu da dərəcə ilə göstərə bilərik. Pi bölsün 10 yüksəksə bölsün 10, 18 üzərinə gəlsin. Pi'ni 5 əlində 36, 72 dərəcə vurulsun. K, yəni bu demək ki, silsilə fərqi 72 və birinci həddə 18 dərəcə olan bir ədəd silsilədir. Həm artan, həm azalan. İkincinin də analoji qayda ilə həll eləsək, 2x bərabərdir. Mənfi 1'i pi üzərinə gəlsin 2 kapida alır. Bunun davamını buradan yazılan qarışmasın deyə. Buradan da x bərabərdir pi bölsün 2 üzərinə gəlsin kapi. Yəni bunu da x bərabərdir 90 dərəcə üzərinə gəlinsin. 180 dərəcə vursun kapida alır. Bax, görə səhvli etmədik ki, mənfi 1'i tamam məncə elədik, doğru yazılır. Bu isə 80 və 180 bəli 90 olur. Burada x'lər ikisi də bu ədədlərin içərisindən eyni olanları, yəni vahid dairədə göstərsək, bunlar deməli nədir? 18 dərəcə üzərində gəlsin, 18 dərəcə buradır, bu kök göstərim, 72 buradır, 18'in bunun üzərində 72, 90 üstə 70 gələndə 162 buradır, 162 üstə 72 gələndə 200 nə bilim nəysə buradır, bir də 72 gələndə, bir də gələndə bunun üzərinə yenidən düşəcək, 72-70'ə. Bunu isə 90 buradır, bunu içərisi adayını göstərir, üzərinə 180 yerində buradır və s. Bu birləşmədən görülür ki, bu tənliyin həlində yalnız 90 dərəcə üstündə düşür. Yəni, yekun cavabı x bərabərdir, pi bölünsün 2, üzərinə gəlinsin 2 kapi. 90'ın 180 mislər bu düşmür, bununla qara nöqtə ilə A nöqtə üstə düşmür. Bu vahid dairədə birləşmədir. Təbii ki, bu bir balaca qaranlıq kimi görünə bilər. Amma bunların birləşdirilməsinin bir gözəl yolu var, buranı da silirəm. Bu iki kökün ikisinin də eyni olması bizə lazımdır. Yəni pi bölünsün 10, üzərinə gəlsin 2k pi bölünsün 5 bərabər olmalıdır. Pi bölünsün 2, üzərinə gəlsin. Uşaqlar, burada bir şey var ki, burada k yazmışamsa, burada k yazıla da bilər, yazılmaya da bilər. Amma yazılmamalıdır. Çünki k buzda bizdən asıl olmadan 1 alarsa, burada köküslər 5 alar. Hər ikisində doğru bərabər. Ona görə burada k yazmışamsa, burada gərək en yazan, pi bölünsün 2 üzərinə gəlsin, daha doğrusu en pi. Bərabərin hər tərəfini 10'a vururam, buranı silirəm artıq, 10'a vurub pi'yə bölürəm. Yəni qoy pi'yə bölək, qoy biraz başa düşümlü olsun deyə. 2k pi bölünsün 5 bərabərdir, 2'də 1 üzərinə gəlsin. Bərabərin hər tərəfini 10'a vururam. Bir üzərinə gəlsin 4k bərabərdir. 10'a vuranda 5 üzərinə gəlsin 10n. Belə bir gözəl yol var. Mən bunu
Bunu da o tarafa keçirdirəm. 4K bərabərdir. 4 üzərinə gəlsin 10n. Bərabərin hər tərəfindəki ədədlər hər tərəfdəki ədədlər 2-yə bölünür. 2K bərabərdir 2 üzərinə gəlsin 5n. Bu cür tənliklərə iki məhcullu, yəni iki məhcullu bir tənliyin tam köklərinin tapılması deyirlər. Onun hər qaydası belədir. Buradan k-nı tapmaq üçün 1 üzərinə hər tərəfi 2-yə bölürəm. 2 2-yə böləndə 1, 5-i 2-yə böləndə 5-ni 2-yə böləndə 4-ni böləndə o 2-yə 2-ni üzərinə gəlsin n bölsün 2-yə. Axı burada k tam ədəddir. K-nın tam ədəd olması üçün mütləq gərək burada n cüt ədəd olsun. Yəni n cüt ədədlər bilirsiniz ki 2m şəklində yazılır. n 2m şəklində ədədlər olmalıdır ki 2-yə böləndə 2-lər geçsin, bu da tam olsun, bu da tam olmuş olsun. Yoxsa tənliyi ödəməz. Ona görə harada n olur, n olan ifadələrdə n'in yerinə 2m yazılır. Buradan k-nı da asanlıqla tapa bilərəm. Buradan 2m'i gətirib burada yerinə yazanda 1 üzərinə gəlsin 4m, üzərinə gəlsin n, yəni 1 üzərinə gəlsin 5m olacaqdır. Düz yazdıq mı? 1 üzərinə gəlsin 4m, burada da n, bəli. Ya n olan yerdə, yəni bu ifadəni ya gətir, burada yerinə yaz, ya da bu ifadəni gətir, burada yerinə yaz. Heç bir fərq yox. Yekun cavab alınacaq. Məsələn, n olan yerdə 2m'i yerinə yazsaq, n olan yerdə, onda cavabımız pi bölsün 2 üzəridir. Bunun yerinə 2m yazıram, 2m pi olacaqdır. Cavab budur. İstəyərəm də k olan yerdə 1 üzərinə gəlsin 5m yazaram. K olan yer buradır. Pi bölünsün 10 üzərinə gəlsin. Burada k-nın yerinə 1 üzərinə gəlsin 5m yazacağım. Bir də vursun 2 pi bölünsün 5 yazacağım. Bu da bərabərdir. Pi bölünsün 10. Üzərinə gəlsin 2 pini deməli 1'ə vurduqda 2 pi. 2 pi bölünsün 5. 2 pi bölünsün 5'də 10'da 4 pi yazıram. Üzərinə gəlinsin. Bu isə 2 pin buna vuranda 10m pi bu şəkildə. Bunları toplayanda 10'da 5 pi, o da pi bölünsün. Daha doğrusu 10m bölünsün 5. Bu cevabı buradan yazıram. Buraya bence görünür. Burada 10'da pi ile 10'da 4 pi, 10'da 5 pi, o da pi bölünsün 2'ye eləyəcək. Üzerine gəlsin 10'dan 5, 10 burada olacaq. Neyse səhv yazdım deyəsən. 10 burada olacaq. Ha doğrudur, 5 doğrudur. Üzerine gəlsin 2m pi. Yani cevap pi bölünsün 2 üzerine gəlsin 2m pi. M daxildir. Z olmaq şərtiyle. Bak bu da trigonometrik tənlikdən köklərinin birinin, köklərin nə olduğu, köklərin kəsişməsini tapdım, kəsişdirdim bu şəkildə. Növbəti videoda digər misal tipləri ilə